Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Bilirsiniz, mən əslində bu 2-ci Qarabağ müharibəsindən sonra və antiterror əməliyyatından sonra və ən son 8 avqustda imzalanan Vaşinqton sazişindən sonra və 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik bəyannaməsindən sonra və 15 iyun 2021-ci ildə imzalanan Şuşa bəyannaməsindən sonra düşündüm ki, ümumiyyətlə bu mövzu ətrafında geniş tarixi və bugünün reallıqlarına əks etdirən bir müzakirə açaq. Bilirsiniz ki, 1992-ci ildə Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy beynəlxalq təşkilatların qarşısında ilk dəfə olaraq, Azərbaycan tarixində ilk dəfə olaraq, Türk tarixində ilk dəfə olaraq 1828-ci il Türkmənçay müqaviləsini beynəlxalq təşkilatların qarşısında qaldırmışdır. Bilirsiniz ki, bizim ümumi liderimiz Məhəmməd Əmin Rəsulzadə İran türkləri əsərində Türkmənçay məsələsini beynəlxalq səviyyədə bunun təbliğatını mətbuat vasitəsilə yayınlanmışdır və bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti işğal olunandan sonra Məhəmməd Əmin Rəsulzadə hətta bunu çox təəssüf ki, uzun müddət Türk mətbuatında bu məsələ ilə bağlı uzun müddət məsələ qaldırılmadı. Yalnız Əbülfəz Elçibəy prezident seçiləndən sonra və Elçibəy bilirsiniz ki, Kələkkiyə gedəndən sonra Naxçıvanda bütöv Azərbaycan birliyi yaradılandan sonra nəticədə bu məsələ istər Sabir Rüstəmxanlı, istərsə də onun yaxın silahdaşları Xalq Cəbhəsi partiyasının üzvləri və Müsavat partiyasının üzvləri bu məsələni gündəmə gətirmişdir. Bilirsiniz ki, bu məsələ ilə bağlı sonradan Elçibəy vəfat edəndən sonra Sabir Rüstəmxanlı və Faiq Ələkbərli bütöv Azərbaycan birliyinin tərkibində Bütöv Azərbaycan Ocaqları və Dünya Azərbaycanlılar Konqresi yaratdılar. Nəticədə bu məsələ beynəlxalq gündəmdən çıxmış oldu. 2019-20-ci illərdə bilirsiniz ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlıların Konqresindən sonra bilirsiniz ki, o elan etmişdi ki, Azərbaycan Respublikasının prezidenti Dünya Azərbaycanlıların prezidentidir. Və hətta bunu Türk Dövlətlər Təşkilatının zirvə konferansında və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Münxen Təhlükəsizlik konferansında Türkmənçay məsələsini gündəmə gətirmişdir. Və 1828-ci il Türkmənçay müqaviləsinin əslində səbəbləri və onun detalları haqqında mən geniş danışacağam. Və buna gedən yolu da danışacağım. Çünki buna çox böyük ehtiyac var. Bildiyiniz kimi 2019-cu ilin sonlarında Azərbaycanda məhz Azərbaycan Respublikasının Milli Məclisin deputatları vaxtilə Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin 1988-1947-53-cü il deportasiyalarda İrəvan xanlığında yaşamış, İrəvan quberniyasında Rus əsarətində olmuş və deportasiya olunmuş Qərbi Azərbaycanlılar adlandırılan İrəvan, Göyçə və Zəngəzur mahalında köç salmış, tarixi torpaqlarında yaşamış insanların təşəbbüsü ilə Qərbi Azərbaycan icması yaradıldı. Və bu Qərbi Azərbaycan icmasının yaradılması xüsusilə avqustun 8-də imzalanan Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Qərbi Azərbaycan icması fəaliyyətini demək olar ki, dayandırdı. Amma təbii ki, mən Milli Fədali Hərəkatının təmsilçisi kimi həm Qərbi Azərbaycan icmasının ofisində, həm də bütöv Azərbaycan ocaqlarının tədbirlərində iştirak etmiş bir həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin, həm İlham Əliyevi dəstəkləyən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bu məsələ ilə bağlı mən açıqlama verməyi və bununla barədə münasibət bildirməyi özümə borc bildim. Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar
Türkmənçay məsələsini gündəm mövzusundan kənara atıblar. Bildiyiniz kimi 1501-ci ildə yaradılan Səfəvilər imperiyası 1722-ci ilə qədər fəaliyyət göstərib. Bilirsiniz ki, böyük bir coğrafiyanı, Yaxın Şərqi, Orta Şərqi və Şirvanşahlar dövlətinin, Ağqoyunlular dövlətinin, Şeybanilər dövlətinin, Qıpçaq Türk dövlətinin sərhədlərinə qədər yayılmış bir dövlət olub. Sonradan isə bilirsiniz ki, 18-ci əsrin ortalarında Nadir Şah Əfşar Muğan düzündə Əfşarlar dövlətinin əsasını qoydu və Əfşarlar dövləti süquta uğrayandan sonra xanlıqlara bölünmüş Azərbaycanın şimal və cənub torpaqları Qacar sülaləsinə, Qacar səltənətinə, Qacar hakimiyyətinə tabe olmadılar və Qacar hakimiyyəti 1805-ci ildə ona tabe olmayan Qarabağ xanlığı xəyanətkar bir addıma əl atdı və Çar Rusiyasının əsarətinə özünü məhkum elədi. Buna əlavə Quba xanlığı da, Xoy xanlığı da və digər şimal və cənubi Azərbaycan xanlıqları da Qacar hakimiyyətinin, Ağa Məmməd Şah Qacar hakimiyyətinə tabe olmadılar. Ağa Məmməd Şah Qacar Qarabağa yürüş etdi və Qarabağ xanlığına özünə tabe etmək istədi. Çünki bir bərabərlik qurulmuşdu Səfəvilər dövründə və bu bir növ vilayət, idarəçilik statusuna sahibdir. Və bu bəylərbərlik sistemindən çıxmış Qarabağ bəylərbərliyi, Çuxurşəd bəylərbərliyi, Şirvan bəylərbərliyi ərazisində müəyyən xanlıqlara bölündü və Qacar nəslindən olmuş İrəvan xanlığı və Gəncə xanlığı Çar müstəmləkəçiliyinə qarşı, Rus müstəmləkəçiliyinə qarşı son damla qanına qədər vuruşdular. Çox təəssüflər olsun ki, 1827-ci ildə İrəvan xanlığı işğal olundu, ondan əvvəl Gəncə xanlığı işğal olundu. Bakı xanlığının isə yalnız Bakı xanının qardaşı oğlu tərəfindən Qafqaza göndərilən Çar Rusiyasının knyazı Siyanovu öldürməsinə baxmayaraq Bakı xanlığı da işğala məruz qaldı. Bilirsiniz ki, Ağa Məmməd Şah Qacar müəmmalı şəkildə Qarabağda qətlə yetirildi və bu öldürülmə sifarişini Qarabağ xanlığının sifarişi ilə edildi. Deyilənə görə Rusiyanınla birgə bu xəyanətkar bir addım atıldı və Qarabağ xanlığının vəziri şairimiz Molla Pənah Vaqif də dəfələrlə Rus çarlığına tabe olmaq haqqında danışıqlarda diplomat kimi iştirak eləmişdir. Lakin o vəfat etdikdən sonra Qarabağ xanı İbrahim Xəlil xan könüllü şəkildə Qacar hakimiyyətinə tabe olmayaraq birbaşa bilirsiniz ki, Molla Pənah Vaqif Səməd Vurğunun Vaqif dramında deyildiyi kimi Qacar hakimiyyətinə tabe olmaq istəmədi. Üzr istəyirəm. Nəticədə Qarabağ xanlığı Rusiya çarlığının tabeliyinə keçdi. Və Qarabağ xanlığının bütün ailəsi tamamilə Rusiya işğalına məruz qaldı. Və bütün İbrahim Xəlil xanın ailəsi repressiya olundu. Bundan əlavə 1828-ci il Türkmənçay müqaviləsi, 1813-cü il Gülüstan müqaviləsi imzalandı. Qacar Azərbaycan dövləti ilə, Türk dövləti ilə Rus çarlığı arasında müharibələr başladı. Xanlıqların özünə tabe etmək uğrunda müharibə başladı. Qafqazı ələ keçirmək istəyən Rusiya çarlığı işğalçı niyyətləri ilə Gəncəni və Şimali Azərbaycan torpaqlarını Gülüstan müqaviləsinin şərtlərinə görə bu bölgəni tamamilə Rusiya hakimiyyətinə tabe etdirmək üçün Qacar hakimiyyətinin tərkibində yaşamış Alban kökənli, xristiyan və sonradan isə erməniləşmiş hayları Hindistandan köç etmiş, Hindistandan pənah gəlmiş, Şah Abbasın dövründən pənah gəlmiş erməniləri məhz Farsla erməninin qarışığından yaranmış hayları məhz Şimali Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan xanlığının ərazisinə köçürdülər. Qırbayedovun Erməni vilayəti adlandırılan bir
muxtar vilayət statusu ilə keçmiş Albaniya dövlətinin sərhədlərində bir Böyük Ermənistan, Böyük Rusiya imperiyası yaradıldı. Və burada bir komendant üsul idarəsi yaradıldı, qubernatorluq sistemi, quberniyalar sistemi, qəza sistemini yaratdılar və Azərbaycanın coğrafi dəyişiklik yarandı. Azərbaycan şimali və Cənubi Azərbaycan anlayışı yarandı. Yalnız və yalnız Cənubi Azərbaycanın Araz çayının cənub əraziləri 1925-ci ilə qədər Qacar Azərbaycan Türk hakimiyyətinin tabeliyində oldu. İngilislərin və rusların təkidi ilə məhz bu bölgələrdə Azərbaycanın cənubunda bir Pəhləvi şah rejimi quruldu. 1918-20-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti yenidən Rusiyanın, Sovet Rusiyasının, Bolşevik Rusiyasının işğalına məruz qaldı 11-ci Qırmızı Ordu. Leninin başçılığı altında, Pankratovun komandanlığı altında 11-ci Qırmızı Ordu Azərbaycanı işğal elədi. İşğal olunmuş ərazidə və xüsusilə Çar Rusiyası dövründə işğal olunmuş İrəvan xanlığının ərazisində, İrəvan qubernatorluğunun ərazisində 1918-ci ilin 29 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şuranın sosialist fraksiyasının çoxluq rəyi ilə İrəvan xanlığı ərazisi, İrəvan quberniyası ərazisində Ermənistan Respublikası, Ağrıdağ adlandırılan Qondarma Ararat Respublikası yaradıldı. 1920-ci ildə Ermənistan Sovet Sosial Respublikası yaradıldı və Rusiya Xalq Komissarlar Sovetinin qərarı ilə 1921-ci ilin 20-ci ilin dekabrında Zəngəzur mahalı bölündü və Qərbi Zəngəzur və Şərqi Zəngəzur ərazisinə bölündü. Nəticədə Qərbi Zəngəzur ərazisində Meqri və Qafan rayonları yaradıldı. Nəticədə Ermənistan Sovet Respublikasının tərkibinə qatıldı. Təbii ki, burada Ermənistan Sovet Sosial Respublikasının birinci katibinin və Rusiya Xalq Komissarlar Sovetinin rəhbəri Lenin tərəfindən gerçəkləşdirildi və həmin işğal olunmuş ərazilər 47-53-cü illərdə Rusiya Sovet Sosial Respublikasının birinci katibi Stalin və Ermənistan Sovet Respublikasının birinci katibinin göstərişi ilə bu ərazidən Azərbaycanlılar deportasiya olundular. 1937-ci ildə güllələnən ziyalılarının bir çoxunun Rusiya Sovet Sosial Respublikasının NKVD-si tərəfindən və orada erməni kökənli insanlar tərəfindən həyata keçirildi. Burada Markaryan, Mikayan və digərləri erməni kökənli NKVD zabitləri tərəfindən bu cinayətlər, bu terror aktları, qırmızı terror baş verdi. 1990-cı il 20 yanvar faciəsindən sonra, 1988-ci il deportasiyasından sonra, 1987-ci il Sumqayıt hadisələrindən sonra, 1987-ci il Topxana meşəsinin yandırılmasından sonra, 1991-ci il 18 oktyabrda müstəqilliyi ikinci dəfə elan edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazilərində, Muxtar vilayətində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri, Rusiya Federasiyası 366-cı alayı və Ermənistan Respublikasının Dağlıq Qarabağda qurduğu junta rejimi tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri tərəfindən işğal olundu. Və bu işğal prosesi 1994-cü ildə imzalanan Bişkek protokolu ilə müharibəyə başa çatdırıldı. 2020-ci il aprel döyüşləri, 2016-cı il aprel döyüşləri, 2020-ci il sentyabr ayından başlayaraq 2020-ci ilin noyabrın 8-nə qədər baş verən 2-ci Qarabağ müharibəsi və buna dəmir yumruq əməliyyatı deyilən Vətən müharibəsi nəticəsində Dağlıq Qarabağ ərazilərinin 16%-i işğaldan azad olundu. İşğal olunmuş Xankəndi, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Rusiya hərbi kontingenti 10 noyabr sazişi əsasında Rusiya ilə və Azərbaycan arasında imzalanan sülh müqaviləsindən sonra, atəşkəs sazişindən sonra faktiki olaraq Ermənistan Respublikası bu kapitulyasiyaya qol çəkmədi və bu məsələdə Ermənistan Respublikası Dağlıq Qarabağ qondarma rejimi tanımadığını elan etdi.
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıdı. Bilirsiniz ki, Brüssel görüşündə, Praqa görüşündə və Qranada görüşündə əldə olunan razılıq Laçın dəhlizində Dövlət Sərhəd Xidmətinin nəzarət məntəqəsi yaradıldı. Nəticədə Dağlıq Qarabağa köçürülmüş 1828-ci il Türkmənçay müqaviləsi ilə köçürülmüş Dağlıq Qarabağdakı ermənilər könüllü şəkildə Ermənistan ərazisinə getmək məcburiyyətində qaldılar. Kəlbəcərdən, Laçından, Ağdamdan faktiki olaraq ermənilər könüllü şəkildə Türkmənçay müqaviləsinin şərtlərini pozaraq Ermənistan ərazisinə getmək məcburiyyətinə qaldılar. Bir neçə şəxslər Laçın sərhəd məntəqəsini keçərkən qondarma separatçı Rusiya tərəfindən yaradılan separatçı rejim tərəfindən dəstəklənən insanlar hərbi məhkəmə tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin tərəfindən həyata keçirilən xüsusi əməliyyatla 2023-cü ildə həbs olundular və onlar barəsində hərbi cinayətkar terrorçular kimi tanındılar və onlar həbs olundular. Çox təəssüf ki, Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasında təmsil edən Rusiya Federasiyası Avropa İttifaqına təzyiqlər göstərərək Fransaya, Amerikaya və digər ölkələrə, demokratik ölkələrə təzyiqlər göstərərək o insanların siyasi məhbus olduğunun və o insanların terrorçu olmadığını açıqladılar. Məlumumuz olsun ki, Avropa İttifaqında, NATO-da təmsil edən üzv ölkələrinin bir çoxu Rusiya kəşfiyyatı tərəfindən Ermənistan ərazisinə köçürülən bir çox Rusiya önümlü erməni revanşist qüvvələr tərəfindən, Qriqoryan kilsəsinin keşişləri tərəfindən qızışdırılaraq onların siyasi məhbus olması ilə bağlı beynəlxalq təşkilatlarına, Human Rights Watch-a, Amnesty International-a siyasi məhbus statusunu vermiş oldular. Bizim apardığımız kəşfiyyat araşdırmalarına görə bu işdə birbaşa Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya FSB-sinin sədri Aleksandr Barotkin tərəfindən gerçəkləşdirildi. Bilirsiniz ki, 2020-ci ildə, daha doğrusu 2017-ci ilin mayında aprel döyüşlərində iştirak edən qazilərimiz ordumuza və dövlətimizin güc strukturlarına, hərbi strukturlarına sızmış Rusiyanın cəsus şəbəkələri Tərtər şəhərində işgəncələr edərək Tərtər cinayətlərini törətdilər. Bu cinayətdə iştirak edən bir çox dövlət orqanlarımız sızan şəxslər, vəzifəli şəxslər tərəfindən çox təəssüflər olsun ki, gerçəkləşdirilsə də, bu barədə araşdırmalar aparan Abid Qafarov, Əvəz Zeynallı, İlham Aslanoğlu Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın dövlət orqanlarına sızdırdığı agentura cəsus şəbəkələrinin məhkəmə hakimiyyətinə sızmış hakimlər tərəfindən barələrində cinayət işi açıldı və onları vətənə xəyanət ittihamı ilə Tərtər cinayəti törədildi və onlar Azərbaycan dövlətinin ordusu ilə qarşı Rus kəşfiyyat orqanları təxribat yaratdılar. Çox təəssüflər olsun ki, Azərbaycanın heç bir dövlət televiziya kanalları, hətta müstəqil televiziya kanalları Tərtər cinayətini törədən Rusiyanın kəşfiyyat orqanlarının, Rusiyanın Müdafiə Nazirliyinin, Rusiyanın prezidentinin bu işdə əli olduğunu, bu işdə əməyi olduğunu heç bir media dilə gətirmədi. Hətta Ermənistan xüsusi xidmət orqanları Rusiya xüsusi xidmət orqanlarından birbaşa təmaslar quraraq dünya mətbuatında Tərtər hadisələrinin Azərbaycana şamil edilməsi, Azərbaycanın Müdafiə Nazirliyinə və digər orqanlara şamil edilərək Azərbaycan dövlətinin gözdən salmaq, Azərbaycana qarşı qara PR kampaniyası aparılmasına start verdilər. Rusiyada yaşayan, Sankt-Peterburqda, Yekaterinburqda yaşayan bir çox diaspora nümayəndələri qarşı müxtəlif cinayətlər törədildi. 2024-cü il dekabrın 24-də Azala məxsus təyyarə Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiyanın müxtəlif hərbi hava hücumundan müdafiə sistemi tərəfindən ballistik raketlə Azərbaycana məxsus təyyarə terror hücumuna məruz qaldı. Bu terror hücumuna baxmayaraq
Rusiyanın Xarici İşlər Nazirliyi beynəlxalq təzyiqlərə tab gətirməyərək məcburiyyət qarşısında Azərbaycana kompensasiya ödəmək məcburiyyətinə qaldılar. Digər tərəfdən mən Türkmənçay müqaviləsinin Güney Azərbaycan məsələsinə gəlmək istəyirəm. Məlumuz olsun ki, bütöv Azərbaycan ocaqları və Qərbi Azərbaycan icması bu günə qədər birlikdə Türkmənçay müqaviləsinin Rusiya Federasiyasının xələfi olan Çar Rusiyası, bilirsiniz ki, orta əsrlərdə İvan Grozun tərəfindən əsası qoyulan Çar Rusiyasının, Vladimir Lenin tərəfindən əsası qoyulan Sovet Rusiyasının, Boris Yeltsin tərəfindən əsası qoyulan Rusiya Federasiyasının bu günə qədər Beynəlxalq Haqa Məhkəməsinə verilməməsi, Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə qəsd edən bir dövlət kimi tanınmasına baxmayaraq, Beynəlxalq Haqa Məhkəməsinə nə Qərbi Azərbaycan icması, nə bütöv Azərbaycan ocaqlarının Türkmənçay müqaviləsinə görə Rusiyanın cinayətkar, Araz çayı sərhəd olmaqla Şimali və Cənubi Azərbaycana bölünməsi, Cənubi Azərbaycan ərazisində 1979-cu il İslam İnqilabı nəticəsində qurulan İran İslam Respublikasının Azərbaycanın tarixi torpaqlarında qurulduğunu, digər tərəfdən Türkmənçay müqaviləsinin şərtlərindən bir neçə il sonra Çar Rusiyası Kartli-Kaxetya çarlığına Borçalı, Qarayazı və Dərələk torpaqlarının güzəştə edilməsi və Gürcüstan Respublikasının tabeliyinə verilməsi ilə bağlı qərarın verilməsi, Dağıstan Respublikasının tərkibinə Dəmirqapı Dərbənd şəhərinin daxil edilməsi, xüsusilə Çar Rusiyası dövründə Dağıstan quberniyasına daxil edilməsi beynəlxalq hüquqi cinayətin bir parçasıdır. Sual olunur ki, Azərbaycan mətbuatının bugünə qədər bu məsələlərlə bağlı səmimi bir notda bu məsələni gündəmə gətirməmələri böyük bir mənada biabırçılıq göstəricisidir. Sabah isə mən düşünürəm ki, bizim siyasi partiyaların dialoqlarının, Dağlıq Qarabağa müntəzəm səfərlərlə bağlı bir neçə kəlmə sabah açıqlama verəcəm. Bu məsələ ilə bağlı mən geniş danışmaq istəmirəm. Bilirsiniz ki, 1829-cu ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında imzalanan Ədirnə sülh müqaviləsinə görə Anadolu ərazisinə, Güneydoğu ərazisinə Qacar hakimiyyətində yaşamış hayların köçürülməsi prosesi başlamışdır. Nəticədə bir çox torpaqları, ərazi iddialarını irəli sürən ermənilər Daşnaqsütün Partiyası 1915-ci il qətliamlarını törədiblər Bolşevik Rusiyası ilə birlikdə, Stepan Şamiya və Hamazasovla birlikdə. Bilirsiniz ki, Hamazasov Daşnaqsütün Partiyasının terrorçu dəstələrinin başında dayanırdı. Bolşevik Rusiyasının erməni əsilli bir təbii ki, komissarı Stepan Şamiyan həm də Bakı Sovetinin rəhbəri idi, Bakı Xalq Komissarlar Sovetinin rəhbəri idi. Nəticədə bu terror cinayətlərini Ədirnə müqaviləsinin şərtləri ilə gerçəkləşdirmişdir. Məlumuz olsun ki, İsrail dövlətinin baxmayaraq ki, Ermənistan dövlətinə qarşı Kürdlər tərəfindən törədilən erməni soyqırımının tanınması ilə bağlı iddialar əsasında Türkiyə İsrail dövlətinə bütün hərbi dəstəyin, hətta hava limanına gediş-gəlişin qadağan edilməsi, birbaşa həm də İsrailin Ermənistanla heç bir quru sərhədinin, hətta hava sərhədlərinin açılmaması, diplomatik münasibətlərin olmamasının müqabilində İsraili Ermənistan qondarma erməni soyqırımının tanınması iddiası əsassız hesab edilir. Nəzərinizə çatdırım ki, İsrail dövləti Dağlıq Qarabağın işğal olunması müqabilində Ermənistanı heç bir diplomatik, heç bir konkret sərhəd məntəqəsinin olmaması sübut edir ki, nə İsrail dövlətinin Ermənistana səfəri, nə də Ermənistanın baş naziri Paşinyanın İsrail dövlətinə səfəri baş tutmayıb. Sual olunur ki, İsrail dövləti niyə erməni qondarma soyqırımını tanısın ki? Və digər tərəfdən
məntiqə uyğundur ki, sualı ünvanlayan Amerikanın jurnalistinin erməni asıllı olması bir daha sübut edir ki, hətta Ermənistanın baş naziri İsrailə cavabında qeyd edib ki, biz qondarma erməni soyqırını tanımırıq və belə bir soyqırının baş verməsi sadəcə cəfəngiyatdan başqa bir şey deyil. Nəzərinizə çatdırım ki, Şürani soyqırımı adlandırılan qondarma erməni soyqırımı əslində türklərlə heç bir əlaqəsi yoxdur. Türklər heç bir halda ermənilərə qarşı heç bir soyqırım aktı törətməyib. Əksinə ermənilər Rusların dəstəyi ilə bu terror aktlarını Xocalıda törədiblər. 18-ci ilin 31 martında Bakıda, Qubada, Lənkəranda törədiblər. Ərzurumda törədiblər, Ərzincanda törədiblər və Asala terror təşkilatları müxtəlif ölkələrin Türkiyənin səfirlərinə qarşı törədiblər. Mən hesab edirəm ki, bu mövzuda yekun onu deyə bilərəm ki, son günlər Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi bir görüşdə Azərbaycanın və Türk dünyasının böyük bir hissəsinin oraya iştirak eləməsi milli maraqlarımıza, Türk dünyasının milli maraqlarına tam ziddir. Mən ümumilikdə onu hesab edirəm ki, onu qeyd etmək istəyirəm ki, yaxın günlərdə biz sentyabrın 15-i Bakının Rus-Erməni birləşmələrdən xilas olunması, Qafqaz İslam Ordusunun xilas olunması günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Azərbaycan-Türkiyə və Azərbaycan-Türk qardaşlığının əbədi olmasına inanıram. Diqqətinizə görə çox sağ olun, Tanrı Türkü qorusun.